Şuşa əhali xəritəsində hansı təsvir üsullarından istifadə olunub? Təsvir üsulları: nöqtələr üsulu, areal üsulu, kartoqram, izoxəttlər üsulu, hərəkət xəttləri üsulu, nöqtələr üsulu, müxtəlif üsullar var. Burada da həm yayılmasını göstərir, həm diaqram var, həm də yayıldığı ərazilər var. Buna görə kartodiaqram, bir də kartoqram olacaq. Sxema əsasən L-M məntəqələri arasında ən qısa məsafə bu. K-N məntəqələri arasında ən qısa məsafədən 3 dəfə kiçik. 3 dəfə kiçik. Deməli, L-M məntəqəsi K-M məntəqəsi bərabərdir L-M vurulsun 3. Bu o demək. Məsələn, yenə birinci hissəsini yazırıq, sonra keçirik ikinci hissəyə. L məntəqələri ən qısa məsafə K məntəqələri 3 dəfə kiçik. 3 dəfə kiçikdirsə, KL bərabərdir, LM vurulsun 3. Bunu yazdıq. LM məntəqələri arasında həqiqi məsafəni hesablayın. L ilə M-i tapın. Bunu tapacaq. Bunu tapmaq üçün biz KN-i tapmalıyıq. Buradan. KN-i tapa bilərik. Birinci, deməli, biz K-dan E-nə gedəndə paralel üzrə gedirik. Və baxırıq ki, hansı paraleldir? 0-cı paralel. Deməli, ekvator üzrə gedirik. Deməli, K buradadır. N də buradadır. Biz paralel üzrə gediriksə 0 ekvator. Deməli, biz paralel üzrə gediriksə, biz baxırıq nəyə? Meridianlara. 45 şərqi zonu qırılmışdan soldadır. Bura 0. Burada 45 qərb zonu. Deməli, biz iki məntəqə arasında paralel üzrə uzunluğu tapmaq üçün biz tənasüb qururduq. 1 dərəcə paralel qövsümüz olan ekvatorla getdiyi üçün 111 kilometr qəbul edirik. Gedilən dərəcə həqiqi məsafə. Gedilən dərəcəni tapaq. Gedilən dərəcə bərabərdir. Biri 45 qərb uzunluğudur. 45 qərb uzunluğu. Biri 45 şərq uzunluğu. Yəni, bunlar fərqlidir. Fərqli olduğu üçün yeni toplayırıq. Deməli, gedilən dərəcə 90 dərəcə. Yerinə qoyaq. 1 dərəcə 111 kilometr. 90 dərəcə həqiqi məsafə. Buradan da biz həqiqi məsafə bərabərdir 90 vurulsun 111. Həqiqi məsafə bərabərdir 90 9990. Biz nəyi tapdıq? Həqiqi məsafə. Həqiqi məsafə hansıdır? KN-dir. Yəni yerinə qoyaq, vuruşu tapaq. Burada KN tapdıq 9990 da bu KN-dir. Həqiqi məsafə. 9990 burada qoymuş. Bərabərdir. LM vurulsun 3. LM də bərabərdir. 9990 bölünsün 3. LM də bərabərdir. 3330 kilometr. Cavab D variantı. Verilənləri yazdıq, tapdıq, yerinə qoyduq və salam. Sonra dayandığı paraleldən 4440 kilometr cənuba gedən səyyah çatdığı məntəqə ilə cənuba gedən səyyah buradan başlayır. Yəni, məsələn, birincisindən verilən hissə yazırıq. Paraleldən, bilmirik hansı paraleldən. Paraleldən cənuba doğru gedibsə, deməli, nə ilə gedib? Meridianla gedib. Çatdığı məntəqə ilə ən uzun paralel arasında məsafə, ən uzun paralel hansıdır? Ekvator. Ekvator. Ən qısa məsafə 111.110 kilometr olacaq. Məsələn, bu məntəqədə çata bilər 110 kilometr. Buradan bura. Və yaxud da ki, bura da ola bilər. 2 məntəqədə ola bilər. 110 kilometr. Səyyahın hərəkətə başladığı coğrafi enliyi tapaq.
Gəlin indi baxaq ki, bu neçə kilometr dərəcəyə çevirək. Gör neçə dərəcə gedib. Tənasümüz nereden gedib? Meridianla gedib. Cənuba doğrusu meridian. Meridianla gedəndə 1 dərəcə 111 kilometr. Gedilən dərəcə həqiqi məsafə. Həqiqi məsafəmiz nədir? 4440. Gedilən dərəcəni tapaq. Deməli, 1 dərəcə 111 kilometr. Gedilən dərəcə həqiqi məsafədə 4440 kilometr. 4440 kilometr. İndi gəlin tənasüb quraq. 111 vurulsun gedilən dərəcə bərabər 4440. Gedilən dərəcə bərabər 4440 bölünsün 111. Gedilən dərəcə bərabərdir 40 dərəcə. Deməli, hansı məntəqədən cənuba doğru 40 dərəcə gedib. 40 dərəcə gedib. 40 dərəcə gedibsə, bu da 111 kilometrdir. 111 kilometr, 1110 kilometr. 1110'u da dərəcəyə çevirək ki, bu ekvatorla bunun arasında neçə dərəcə fərq var. Yenə meridianlandır. 1 dərəcə 111 kilometr. Gedilən dərəcə həqiqi məsafə. Həqiqi məsafəmiz də 1110 kilometrdir. Yerinə qoyaq. 1 dərəcə 111 kilometr. Gedilən dərəcə 1110 kilometr. Buradan da gedilən dərəcə vurulsun 111 bərabər 1110. Gedilən dərəcə bərabər 1110 bölünsün 111. Gedilən dərəcə bərabər 10 dərəcə. Deməli, ekvatorla bunlar arasında dərəcə fərqi nə olmalı? 10 dərəcə olmalıdır. 10 dərəcə olmalıdır. Deyək, çatdığı məntəqə ilə ən uzun paralel arasında ən qısa məsafə oldu bilər, səyyahın hərəkətə başladı. Deməli, bunlar arasında 10 dərəcə olmalıdır. 40 dərəcə gedəndən sonra, cənuba doğru gələndən sonra. 10 dərəcə, 10 dərəcə. Neçədir? Bu 40 dərəcə gəlib, bir də 10 dərəcə var. Ekvatora kimi. 50 dərəcə. Görə baxaq, varmı 50 dərəcə şimal idarəsi? Yoxdur. İndi baxaq, deyək ki, cənuba. Cənuba baxsaq, daha doğrusu 40 dərəcə gələndən sonra 10 dərəcə qalmalıdır. Deməli, indi gəlin bir baxaq. 55-dən 40 dərəcə gəlir, 15 olmur. 60-dan 40, 20 olmur. 30 cənub endarəsindən 10 dərəcə cənuba doğru. Bu deyir, cənuba gedib bax. Cənuba gedib. O da olmur. Daha açıq gedir. Cənublar getdi. 40 dərəcə cənub, o da olmur. 30 şimal endarəsi. Təsəvvürün 30 şimal endarəsidir. Bura. 30 şimal endarəsi. Bundan 40 dərəcə cənuba doğru gəlir. Bəli, 30'unu gəlir. Çatır ekvatora. 30. Sonra 10 dərəcə keçir aşağı. Bəli, deməli 30 dərəcə şimal idarəsindən hərəkətə başlayıb. Doğru bəndi seçin. Yerin mərkəzindən keçən yeganə paralel müstəvisi ekvator müstəvisidir. Doğru, ən uzun coğrafi meridian yüksəkliyin hamısı eynidir. Yerin öz ətrafı fırlanma sürətinin ən böyük əhəmiyyəti coğrafi qütblərdə, ekvatorda. Ekvatorun qütb ucu zenit müşahidə olunur, yox, qütbdə zenit olur. Qütb radiusu ekvator radiusundan 21 km uzundur, əksinə qısadır. Cavab A variantı. Xəritə sxemasında dənli bitkilərin məhsullarını ərazi daxilində yerləşmə vizual əks etdirən bu olur kartoqraf. Qütb ulduzunun görünmə bucağının azalmasına görə şəhərlər. Qütb ulduzu, deməli, məntəqə birinci qütb ulduzunun görünməsini biz təyin ediriksə, paralellərə baxırıq. Paralellər, qütb ulduzu şimalda görünür. Bu yarımkürədə, şimalda. Cənubda görünmür. Və hər paralelin dərəcəsinə baxırıq. Paralelin dərəcəsi neçədirsə, ta 90-a kimi. Paralelin dərəcəsi neçədirsə, ona uyğun olaraq da qütb ulduzu görünür. Məsələn, deyək, azalmasına görə şəhərləri sıralayın. Qütb ulduzu, deməli, ən böyük meridianlara baxır. Daha doğrusu, paralellərə baxır. 60, 21, 34, 44, 15. Bunlara baxırıq. 60 ən yuxarıdadır. 60 ən yuxarıda deməli, daha böyük bucaq altında görünür. 1. Sonra gəlir 44, ən böyük bucaq altında 4. Sonra gəlir 3, 34, Los Angeles. Sonra gəlir 21.
Hanoy və nəhayət 5 Dakar şəhəri. Demək, azalma ardıcılı belədir. 1, 4, 3, 2, 5. B variantı. Bir daha deyim, qütb ulduzunun bucağını görmək istəyirsə, neçə dərəcə görmək istəyirsə, onun meridian paralelinə baxmalısınız. 90-a doğru getdikcə artır, ekvatora getdikcə azalır. Aşağıdakı hansının eyni miqyaslı xəritəsi divarda daha böyük sahə tutar? Divarda miqyas eynidir. Miqyas eyni hamısında. Divarda deyil, daha böyük sahə tutar. Divarda daha böyük sahə tutar, yəni onun sahəsi nə olmalıdır? Çox olmalıdır ki, divarda daha böyük sahə tutsun. Biz yəni, bir var, məsələn, Avstraliyanı eyni miqyasda 100 mində, məsələn, deyək ki, tərtib eləyək, Mingəçevir şəhərində. Əlbəttə ki, Avstraliyada daha böyük vərəq lazım olacaq. Ona görə sahə böyüdükcə, miqyas eyni olanda, sahə böyüdükcə, deməli, sahə böyüdükcə divardakı sahə də artır. Yəni, miqyas eyni olanda sahə böyüdür, divarda sahə də artır. Daha böyük sahə tutar, əlbəttə bunların içərisində Avstraliya. Sxemə əsasən A, B məntəqələri arasındakı dərəcə fərqi CD dərəcə fərqinin 2 dəfə çoxdur. Hansı uzunluqda yerləşdiyini müəyyən edir. Demək, A, B məntəqələri arasında dərəcə fərqi CD, AB, CD məntəqələri 2 dəfə çoxdur. Onda AB bərabərdir 2 vurulsun CD-yə. AB məntəqəsi dərəcə fərqi bu demək. CD-dən 2 dəfə çoxdur. D məntəqənin hansı uzunluqda? Deməli, burada biz tapmaq üçün AB-nin dərəcə fərqini tapa bilərik. AB nə üzrə hərəkət edir? Meridian üzrə hərəkət edir. Meridian üzrə hərəkət edir. Biz nəyə baxmalıyıq? Paralellərə baxmalıyıq. Demək, A yerləşir 10 şimal endarəsi, çünki ekvator şimaldadır. B 10 cənub endarəsi. Bunlar üçün dərəcə fərqini tapaq. Bunlar üçün dərəcə fərqi. Biri şimal, biri cənubdur. AB dərəcə fərqi bərabərdir 10 şimal, 10 cənub. Plus, çünki fərqlidir. 20 dərəcə. Demək, AB məntəqəsinin dərəcə fərqi 20-dir. Bunu gələk yerinə qoyaq, hesablayaq. Bu 20. AB arasında 20 dərəcədir. 20 bərabərdir 2 vurulsun CD. Onda CD bərabərdir 10 dərəcə. Demək, C ilə D arasında 10 dərəcə fərq var. C başlayır, yenə paralel üzrə gedir. C neçədən başlayır? 0-dan başlayır. Yəni Greenwich'dən. 0-dan başlayır. C. Və 10 dərəcə fərq var. 0-dırsa 10 dərəcə fərq plus 10 gələcək. Bu da eləyəcək 10 şərq uzunluğu. Cavab A variantı. Xəritə sxemdəki təsvir üsulunu müəyyən edin. Burada həm yayılma göstərilib və yerlər göstərilib. Bu areal üsuludur. B variantı.